Mən bir xanımın səs yazısı yazacağım. Hər kəsdən xahiş edəcəm o səs yazısını yaysınlar. Mən o səs yazısına qulaq astım, dünəndən özümə gələ bilmirdim. Balakənin Şambul kəndi. Balakənin Şambul kəndindən. Mən xahiş edəcəm hər kəsdən o səs yazısını kəssinlər və paylaşsınlar. Mən bu başdan o bacımdan üzr istəyirəm o səsə görə. Bu səsi mən yayacağam. İncisə də yayacağam. Onun həyat yoldaşı da incisə də yayacağam. İnciməsə də bu səs yazısını yayacağam. Acı reallıqdır. Bu budur. Bax biz buyuq. Sahil Babayevə də indi buradan səslənəcəyəm ki, bu səs yazısına Sahil Babayev qulaq assın. Əgər içində bu qədər vicdanı olan varsa o nazirlikdə, bu qədər vicdanı olan varsa bu səs yazısına və onun evini də göstərəcəm sizə. Balaca bir videodur, evi də var orada. Bəlkə də xanım bundan sonra məni bilmirəm, söyləyəcək. Çünki bizdə belə bir şey istəmirlər olsun. Amma mən o dünəndən özümə gələ bilmirəm. Səs yazısını versin, qutarandan sonra bir neçə kəlmə ilə yayımızı yekunlaşdıracaq. Bəyənməni və paylaşmağı unutmayın. Paylaşın ki, qoy bu səs yazısı həm də Sahil Babayevi qoyaraq ki, qoy deyirəm, ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində, eləcə də Balakən rayon icra hakimiyyətində buca qədər vicdanı olan varsa, bu səsə etinasız qalmasın. Bu bir anadır, ana fəryadıdır. Ver, 3 dənə səsdir orada, birləşdirmişik videosu ilə bir yerdə. Ver. Sizden çok xahiş ederim. Tevfik olar. Kurbanınız olun, qadanız alın. Mənim uşağımın işine bakın ne olur. Neye göre araştırın, eləyin, neye göre mənim uşağıma pensiya düşməməlidir. Bir ayağı gödəkdir. Düzənməli yaşayışım yok. Bir düzənməli imkanım yoktu. Qaynımın öyündə yaşayıram. Evim yok, eşiğim yok. Gaz pulu ödeyə bilmirəm, ışıq pulu ödeyə bilmirəm. Bir yoldaşım işləyir, mən işləyə bilmirəm. Belim ağrıyır, qırıcalar, yırtıqlar çoxdur. Bir ayağım tutulanda aylarla yerdə qalıram. Bir dənə balama kömək. Əsas balamdır. Onun pensiyası olanda mən onu hər ayda müalicə eləyirdim. İğnə dərmanı yaşayan uşaqdır. Sizden çok xahiş edirəm. Mənim işimə baxın. Araştırın, eləyin. Mənim balama pensiyasını kəsiblər. Haralara aparıram, düzelt deyirəm, deyir düşmür. Neye göre düşməməlidir ki? Bu uşağın ayağı gödəkdir. Axsıyır uşağım. Ümidim sizədir. Ümidim sizədir, çox xahiş edirəm. Qurbanınız olum, qadanız olum. Mən balama baxın. Sizdən kömək istəyirəm. Evim yoxdur, düzəlməli deyəm mən. Yaşayışım yoxdur. Bir yoldaşımdır, çobandır, onu da əynimə verim. Qarnıma mı, uşağımın iynə dərmanına mı, işığa mı, qaza mı? Özdə qaçqınam, gəlməyəm. Siz mənim balamdır. Onun pensiyası olmasa mən onun pensiya alırdım ayda 50. Ona iğne dərman alırdım. İndi də düzəltmişəm, deyirlər düşmür. Neye göre düşməməli? Bu çünki bunun ayağı gödəkdir. Bu dərmanla yaşayan uşaqdır. Hara əlimiz Bakıya, Balakənə gedirəm, deyirlər düşmür. Salam, sabahınız xeyir Topiqo. Mən Balakən rayonu Şambul kəndi. Həsənova Aynur Ədələt qızıyam. Qaçqınam, gəlməyəm. Bir dənə oğlum var. 2 dənə. Biri sümük xəstəliyidir, ayağı gödəkdir. Gödəlib də ayağı. Pensiya düzəltmişəm, almışam. İndi uşağımın pensiyası kəsilibdir. Getmişdim, o günə dedilər düşmür. Sizdən çox xahiş edirəm, mənim işimə baxın. Siz yaxşı insansınız, hər hamının işinə baxırsınız. Mənim işimə də siz çox xahiş edirəm. Mənim uşağım bir ayağı gödəkdir. Nəyə görə mənim uşağımın pensiyası kəsilsin ki? Yaşayışım yox. Özüm xəstə, uşağım xəstə, özüm yırtıqam, belimdə yırtıqlar doludur. Dolana bilmirəm, bir yoldaşım da ayda 300 manat alır, onu nə dolanasıyam. Uşağımın iğnə dərmanından verim, işığı, qazamı pul ödeyə bilmirəm, işığa pul ödeyə bilmirəm.
Sizden çok xahiş edirəm. Mənim uşağımın işinə baxın. Uşağım ağrıyıram, mama deyir, qollarım ağrıyır, qılçalarım. Ona mən sümük iğnələri, dərman işlətməsəm ayağında gödəlmə güclənir, ayaqları ağrıyır, yeriyə bilmir, düzəlməli. Sizdən xahiş edirəm, sizdən kömək istəyirəm balamla. Cavan ana ilə mən bir xeyli danışmışam. Bir yarım saata yaxın bizim danışığımız olub. Uşağının sümüyündə ərimə var. İndi köhnə bir telefonla bir video çəkib atmışlar. Evin için göstərmişlər o videoda. Çox təəssüf ki, o bizim deməli o efirdə açılmadı o video. Bu evi budur. Görsənən onun evidir. Evin içi dəhşətdir da, bilmirəm. Nəsə deməyə yeri yoxdur burada. Uşaqda ciddi problem var. Ayağın biri birindən güdəkdir. Sümük əriməsi gedir. Mütəmadi uşaq müalicə almalıdır. 300 neçə manat yoldaşı çoban işləyir, maaş alır. Pensiyasını kəsiblər. Mən hərdən qarğış tökəndə, mənə deyirlər ki, sən bəzən görsən, arvadlar kimi qarğış tökürsən. Yox, mən arvadlar kimi qarğış tökmürəm. Mən həmişə deyirəm ki, Allah Teala inşallah, əgər haqlıdırsa ha bu qadın, haqsızdırsa yox. Haqlıdırsa, bunun balasının pensiyasını kəsənlərin balasının başına gətirsin. Nə gözəl. Ben həmişə də inşallah deyirəm. İnşallah gətirsin. O görsün ki, ona pensiya düşür yoxsa bəlkə öz balasının hesabına başqasının balasının acısını anlaya. Əksi təqdirdə zombiləşmiş bir məmur ordusu var ki, bu ölkədə. Onların beyinləri elə yuyulur. Onlar elə bir vəziyyətdədirlər ki, insanlıq nədir onu anlaya bilmirlər. Sadəcə düşüncəsiz, çox üzr istəyirəm ifadəmə görə, bəziləri Allah Teala deyir, insan var ki, heyvana bənzəyir. Bəzi insanlar deyir, heyvandan da rəzil vəziyyətdədirlər. Bəzi insanlar var, bəzi məmurlar var ki, onlar heyvandan da rəzil vəziyyətdədirlər. Yəni, hər kəsə yem gözü ilə baxırlar. Hər kəsə. İçində bu qədər də olsun, nə insanlıq var, nə vicdan var, nə əxlaq var. Gedir evini görür, baxır, gör də bunun evini. Balakən rayon icra hakimiyyətinin başçısı. Sənin rayon ağası, hə kişi, harada yatıbsan sən? Sənin vətəndaşın deyil bu. Bu sənin vətəndaşındır. Mən istədim görüntülü qoşam, qoşulmaq istəmədi. Dedi ki, mən utanıram. Amma israrla dedim ki, səsi paylaşacağım. Yox desə də mən paylaşdım. Çünki ürəyim dözmədi buna. Bu, Balakənin Şambul kəndindən Aynurə Ədalət qızı Dibirovadır. Aynurə xanım kimi Azərbaycanda o qədər analar var ki, bu dəqiqə. Qoşsam efirə ki, ağlasınlar, bu efirdə bilsiz nə qədər ağlaşma olar. Amma ürəyi daşdaşmış məmurlara mən buradan səslənirəm. Ay kişi, vallahi, billahi, and olsun Allaha, heç nə aparmayasınız. Vicdanım and olsun, heç nə aparmayasınız. Cəzanız çox böyük olacaqdır orada. İnanın ha Allaha. Allah orada sizə elə böyük cəza verəcək ki, amma geri qayıtmağa sizin yolunuz olmayacaq. Dönüş yoxdur geriyə. Bəndədən qorxmayın, amma heç olmasa Allahdan qorxunaq. Elman bəyər Sahil Babayanı o çomaya salıb 20 il orada yaşamağa məcbur etmək lazım. 20 il yox, onlar orada 20 gün yaşayanmaz, ölərlər. Dostlar, mən onu niyə paylaşdım? Bu xanımın səsini paylaşdım ki, bu həm də mən bu fəryadı ölkə başçısına çatdırıram. Bunu ondan yana mən səsləndirdim. Həqiqətən ölkədə ciddi problem var. Çox ciddi bir problem var. Artıq intiharların, ölüm hadisələrinin çoxalması getdikcə müşahidə olur. Artan tendensiya ilə gedir. Bunu hər kəs görür. Ola bilsin ki, hökumət mənsubları ölkə başçısına, digər rəsmi qurumlara bunu çatdırmasınlar. Amma bizlər bunu burada çatdırmaqda borçluyuq. Yəni intihar getdikcə çoxalır. Dünənlərim biri birini öldürürdü. 10 adamdan biri, 100 adamdan biri birini öldürdü. Amma bu gün artıq 10 adamdan biri öldürür. Sabah bir adamdan biri birini öldürəcəkdir. Sosial partlayışa gəlib çıxacaq nəticədə. İnsanları bu qədər dirəmək, bu qədər boğmaq, bu qədər sıxmaq, onun haqqını bu qədər yemək olmaz. Ölkədə bir kəsim var ki, o kəsim faktiki olaraq bu günlərin Somalidə aclıq hissi keçidən, Yəməndə aclıqla baş-başa qalan Somali vətəndaşı kimindir, Azərbaycan vətəndaşı. Bu günlərin belə vətəndaşlarımız çoxdur bizim. Ona görə dövlət ünvanlı sosial yardım adı altında dövlət vətəndaşına yardım edir ki, vətəndaş o vəziyyətdən çıxsın. Amma dövlət bu pulu ayırır. Bu gedib vətəndaşa çatırmı? Çatmır. Niyə çatmır? Çünki yerdəkilər imkan vermir. Bir neçə bundan qabaq
Sahil Babayev deyirdi ki 170 min. Sonra da parlamentdə o gün o parlament özün buraxanda dedi ki 300 mini keçib ünvanlı sosial yardım. 300 min ailə qardaş. 300 min. Bu siz nə deməkdir? Bu az qal 1 milyon yaxın adam deməkdir. Dursaq bu günlərim Azərbaycana ünvanlı sosial yardım verməyə. Ölkədə 1 milyondan yuxarı ailə ünvanlı sosial yardıma möhtaçdır. Nəticədə nə baş verəcəkdir? Nəticədə bir dənə partlayış baş verə bilər ölkədə ki, bundan da ola bilsin ki, çoxların vecinə deyil, əziyyət çəkən, istirab çəkən Azərbaycan xalqı olacaq. Biz bunu istəmirik. Mən şəxsən istəmirəm, qardaş. Bir partlayışın olmasından mən qorxuram, narahatam mən. Çünki partlayan şeye yerdən bir yere yığmaq olmur. Bu yayılmır. Partlayır. Partlayış bilirsiniz nə deməkdir? Partlayanda hissə olur. O hissəni gətirib bir yere toplayana qədər sən bütün kütələrdə hissə axtarmalısan. Olmaz bu. İnsanları bura aparıb çıxartmaq olmaz. Divara dirəmək olmaz. Rayon icra başçıları yatıb hamısı fil qulağında. O gün mən İlham Əliyevin müsahibəsinə qulaq asdım. Deyə getirmişəm rayon icra hakimiyyətindən soruşuram ki, vəziyyət necə? Deyə cənab prezident, hər şey əla. Dedim, bu o deməkdir ki, bu rayonda vəziyyət pis gündədir. Necə hər şey əla? İnsan faktoru var ya burada. Hər şey necə əla ola bilər? Deyə mən sual verib icra başına, deyə hər şey əladır. Deyə bilirəm ki, yalan danışır. Ya, bu prezident özü açıq-açıq deyir, bu mənim icra başçım yalan danışır. Görün, neçə icra başçısı dama getdi bir. Bu müslər ibrət götürmür ki, icra hakimiyyətin başçıları, sizlər Azərbaycan vətəndaşlarını mobil elib bir yerə yığıb, iş adamlarını toplayıb, iş adamlarına şərait yaradıb, onların əli ilə kasıb ailələri dolandıra bilərsiniz ki, bu vəziyyət çəkməsin, dövlət gücə düşməsin. Amma siz eləmirsiniz bunu. Niyə? Qabiliyyətsiz adamınız. Yoxdur marağınız. Bundan dolayı vəziyyət pisdir. Azad Rəfi yazır ki, Vüqar bəy imtiyazlı dərmanları da 50% azaldıblar. Hökumətin ayırdığı dərmanlar hara gedir bilinmir. Azad bəy, mən bir şeylə bağlı, hal-hazırda jurnalistlərimdən birine tapşırıq vermişəm. Bu dərmanlarla bağlı. Əla xüsusda insulinlə bağlı. Mən biləni insulini Azərbaycana pulsuz paylanılması üçün beynəlxalq təşkilatlar göndərir. Və çox maraqlıdır ki, insulini vuran vətəndaşlarımızın, xəstələrimizin böyük əksəriyyətinin insulini kəsilibdir. Məsələn, günə 5 insulin vuran adama 2 dənə insulin verilir artıq. Və insulin yoxdur deyirlər. Amma apteklərdə həmin insulinlər satılır. Çox maraqlıdır ki, yardım adı altında ölkəyə gətirilən insulin aptekdə satılır. Hal-hazırda Hürriyyətin jurnalisti bu məsələ ilə bağlı araşdırma aparır. Yekun nəticəni mən burada Allahın izni ilə sizin diqqətinizə çatdıracağım. Oldu mu qardaşlar? Sağ olun, sağlıqla qalın, bəyənməni, paylaşmanı unutmamaq şərti ilə Allaha əmanət olun. Sabah görüşərik.